Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Durusun temhidiyyetun fil kevaidir ricaliyye. Allah'ın izniyle bugündən rical ilminə başlayırıq. Bir dövrə rical ilmi haqqında ibtidai məlumatlar Ağayı Muhammed Baqir İrəvaninin kitabı əsasında Durusun Təmhidiyyə giriş dərslər, bir növ rical elminə, rical qaydalarına bir giriş ünvanında dərslik bir kitabıdır ki və Ağayı Muhammed Baqir İrəvaninin digər kitablarında olduğu kimi bu kitabı da həqiqətən tələbələr üçün dərslik ünvanında nəzərdə tutulub. Necə fiqhi istidlali bu formadadır, ayatul əhkam, qəvaid-i fiqhiyyə, o cümlədən durusu təmhidi fil qəvaid-i ricaliyyədə rical elminə giriş olaraq çox yaxşı kitablardan biridir, faydalı kitablardan biridir və hər bir tələbə ki, ictihada qədər istəyir davamı eləsin və ictihadda dərsi xaricdə rivayətlərin istilahları ilə, hədislərin istilahları ilə, rical elmin istilahları ilə tanış olsun. Ən azından bir dövrə rical elminin külliyyatını bilməsi zəruridir. Əlbəttə, yuxarı mərhələdə külliyyatdan əlavə rical elminə aid cüz'i və önəmli məsələlər də vardır ki, yerində bəhs olunacaq. Biz bu kitab əsasında inşallah bugündən bəhsimizi davam etdirəcəyik və mətni qısa izah etdikdən sonra mətn əsasında qabağa gedəcəyik. Elə vaxt itirmədən inşallah elə əsli mədxələ başlayıram. Əl-mədxəl İzə vacəhəl fəqihu rivayətən və əradə istinbat hükmün müəyyənin minha fəaleyhil qiyamu bil mühimmat-i taliyyə. Buyurur ki, müqəddimədir hələ. Bu müqəddimədə birinci bəhs bundan ibarətdir. İstəyir həqiqətdə bu müqəddimə ilə rical elminin əhəmiyyətini bizə çatdırsın. Əvvəl bir misalla və bir qəziyyə ilə bəhsə başlayır. Birinci buyurur ki, fəqih əgər istəsə hər hansı bir hədisdən müəyyən bir hökmü istinbat eləsin, o təbii olaraq neçə mərhələni keçməlidir və bunlardan hər biri də öz yerində önəmlidir. Birinci gərək isbat eləsin ki, bu rivayət bu hökmə dəlalət edir. Misal ünvanında, məsələn, Ramazan ayının və ya da digər ümumiyyətlə orucu batil edən məsələlərdən biri misal ünvanında oruc halında insanın tam şəkildə başını suyun altına salmasıdır. Əgər bu batilliyə hökm vermək istəyirsə, gərək həmin rivayətin bu mənaya dəlalət etməsini isbat eləsin. Və bunu da isbat eləməyin yolu budur ki, rivayətə müraciət edir. Rivayətin mənasının istizhar. İstizhar yəni kəşf edir ki, həqiqətən bu rivayət, bu hədis bu mənada zuhuru vardır və bu mənaya dəlalət edir. Terminoloji baxımdan buna istizhar deyirlər. İndi istizhar da fərqli olur. Yəni necə olur ki, bir müctehid həmin qeyd etdiyi məsələdə orucun batil olmağına fətva verir. Eyni zamanda bəzi müctehidlər deyil, batil deyil, yalnız haramdır. Artıq bu qalıb o müctehidin bu hədisdən hansı mənanı istizhar etməyinə və onun nəzərində bu hədis bu mənada zuhuru var ki, orucu batil edir və yaxud da batil etmir, bəlkə haramlığa dəlalət edir. Bunun da xüsusi bir zabitəsi yoxdur ki, bu zabitə əsasında deyək ki, bütün müctehidlər gərək haramlığı ələ gətirsinlər və yaxud da batilliyə dəlalət etməyi ələ gətirsinlər. Bəs birinci məsələyi ki, müctehid bir hədis, bir rivayətdən hər hansı bir hökmü ələ gətirmək üçün birinci önəmli budur ki, gərək hədisin mətninə diqqət eləsin və
ələ gətirsin ki, bu hədis hansı mənaya dəlalət edir? Batilliyə dəlalət edir, haramlığa dəlalət edir, ya başqa şər'i məsələlərə. Bu birinci mərhələ. İkinci mərhələdə fərz eləyək ki, istizhar ələ gətirdi və dedi ki, hədis bu mənaya dəlalət edir və yaxud da isbat elədi ki, hədisin zuhuru var bu mənada. İkinci məsələ budur ki, aya bu zuhur hüccətdir yoxsa yox? Müctehidin istizhar etdiyi hökm, məna, hüccəti var yoxsa yox? Başqa təbirlə desək ki, həl zuhur hüccətun əmla. Aya bu zuhur ki, fəqih buna çatdı və ələ gətirdi, istizhar elədi ki, bu hədisin bu mənada zuhuru vardır. Aya bu zuhur hüccətdir? Bu da önəmli bəhslərdən biridir ki, artıq bu bəhsə üsul alimləri üsul elmində mətrəh edirlər, bu bəhsə varid olurlar və üsul elmdə isbat edirlər ki, həqiqətən kullu zuhurat hüccətdir, məxsusən də zuhuru Qur'an və zuhuru əhadis. Bu da ikinci mərhələ. Üçüncü mərhələdə istər-istəməz gərək bu bəhsdə mətrəh olunsun ki, aya siqənin xəbərinin hüccəti var yoxsa yox? Çünki əgər biz siqə şəxsin xəbərinin hüccətini isbat eləməsək, biz hardan elm tapa bilərik ki, bu kəlam imamdan sadir olub? Bir kəlamın imamdan, bir məsumdan bizə gəlib çatmasını isbat etmək üçün gərək biz isbat edək ki, siqənin xəbərinin hüccəti var. Çünki əgər siqə olmasa, yalan danışan bir şəxs olsa, biz üçün itminan gəlməyəcək ki, həqiqətən də məsum bunu buyurmuşdur. Elə bu baxımdan biz üsul elminə müraciət edəndə görürük ki, üsul elmdə də bir bəhs var ki, xəbər hüccəti var, lakin nə hər xəbər, bəlkə siqə, düz danışan ravinin xəbərinin hüccəti var. Bu da üçüncü mərhələ. Bəs birinci mərhələdə gərək fəqih isbat eləsin ki, bu hədisin zuhuru var filan mənada. Bu bir. İkinci mərhələdə gərək isbat ola ki, zuhur hüccətdir. Vaxtı ki, müctehid dedi, fəqih dedi, bu rivayət bu mənaya dəlalət edir. Bu rivayətin zuhuru vardı bu mənada. İkinci mərhələdə bəs qəbul etdik. Bu hədisin bu mənada zuhuru vardı. Bəlkə bu zuhurun hüccəti yoxdur. Bəs gərək isbat olunur ki, zuhurda hüccətdir. Zuhur da hüccət olandan sonra digər bir məsələ budur ki, biz gərək bunu da isbat edək ki, əgər siqə bir insan, düz danışan bir insan bir hədisi imamdan nəql edirsə, bu siqənin xəbərində hüccəti vardır. Və illa əgər biz isbat eləməsək, biz hardan biləcək ki, məsum bunu buyurub? Bəlkə məsum bunu deməyib, bu şəxs bunu özündən deyir. Bu da üçüncü mərhələdə. Bu baxımdan elə üsul elmində də bəhs edirlər ki, xəbər hüccəti var yoxsa yox. Dördüncü məsələ və önəmli məsələ, bu həqiqətdə müqəddimədir rical elminin əhəmiyyətinə. O da budur ki, biz hardan bilək ki, bu xəbər siqənin xəbəridir, yoxsa yalan danışanın xəbəridir. Fərz elə ki, 3 dənə əvvəlkin qəbul elədik. Müctehid bir hədisdən bir mənanı istizhar elədi və dedi ki, bu hədis filan mənada zuhuru var. İkinci mərhələdə üsul elmində qəbul edilir ki, zuhurun hüccəti var. Üçüncü mərhələdə isbat olunur ki, həqiqətən siqənin xəbəri hüccətdir. Dördüncü mərhələdə hardan məlum bu xəbər, bu hədis ki, bizə çatıb, bunu bizə nəql edən ravi siqədir. Hardan bilək? Bu baxımdan deyirlər ki, lazımdır bu məsələni ki, bu xəbər siqənin xəbəridir, düz danışan ravinin xəbəridir, yoxsa yox, rical elmində sənəddə gələn ravilərin halın öyrənməyə bizim ehtiyacımız vardır. Ta ki, məlum olsun ki, bu həqiqətən, bu ravi həqiqətən siqədir, yoxsa siqə deyil. Bəs bu baxımdan həqiqətdə biz üçün zəruridir ki, siqənin xəbərinin və yaxud siqədən qeyri ravirində xəbəri hüccətdir, yoxsa yox, bu barədə biz bəhs edək. Bu dediklərimiz hamısı müqəddimə idi bu məsələyə. Aya yalnız siqənin imamdan, məsumdan rivayət elədiyi hədis, xəbər hüccətdir, yoxsa zəif də, həsən də, nə bilim, o zəif xəbər ki, məşhurun əməli ilə müncəbər olur,
Hamısının hüccəti vardır. Və əgər, və məşhur da nəzərdə budur ki, əgər biz qəbul eləsək ki, hüccət olan yalnız və yalnız siqənin xəbəridir, vəsaqəti, ravinin vəsaqətin siqə olmağın isbat eləməyin yolları nədən ibarətdir? İstəyirdi bu mətləbə çataq ki, bəli, məşhur nəzər budur ki, yalnız siqənin xəbəri hüccətdir və bir ravinin də siqə olmağını isbat etmək üçün bizim ehtiyacımız var nəyə? Rical elminə. Rical elmində gəlib deyiləcək ki, məsələn, əgər Şeyx Tusi şəhadət verdi ki, filan ravi siqədir. Əgər Nəcaşi şəhadət verdi ki, filan ravi siqədir. Bu biz üçün kifayət edir. Aya yalnız o 4 dənə ələm ki vardır, Şeyx Tusi, Nəcaşi, Kəşşi, Bərqi, bu 4 dənə rical elminin mütəxəssisləri yalnız desə ki, ravi siqədir. Onların sözü bizə hüccətdir və bundan başqa bir yol yoxdur ravinin siqə olmağını isbat eləmək üçün. Ya başqa yollar da vardır. Necə ki, deyiblər, məsələn, əgər bir ravi Kamil-i Ziyarət kitabının sənədində gələrsə, o kifayət edir ki, o ravinin olmağına, siqə olmağına. Ya Təfsir-i Qumi kitabının sənədində, ya hər hansı bir müətəbər ravilər ki, icma vardı onların siqə olmağına, əgər bunlar bir ravidən hədis nəql eləsələr ki, o ravinin halı bizə məlum deyil, elə bu şəxsin ondan rivayət nəql eləməyi, bu Əshab-ı İcma Muhammed ibn Muslim kimi bir şəxsiyyət gəlir bir ravidən hədis nəql edir. Ay, bu kifayət edər, inşallah bunlar barəsində gələn dərslərdə müfəssəl bəhs edir. Bu bir sualdır. Aya bir ravinin siqə olmağın isbat etmək üçün yalnız gərək Şeyx Tusi ilə Nəcaşi şəhadəti versin bunun siqə olmağına, ya başqa yollar da vardır. Başqa yollara mən bir neçə misal vurdum, kitabda gətirib. Məsələn, Kamil-i Ziyarət kitabının sənədində əgər bir ravi gələrsə, bu kifayət edir ki, o siqə olsun. Ya Təfsir-i Qumi. Əlbəttə, burada ixtilaf var. Bu misal ünvanı deyirəm. Və başqa məsələ. Və başqa bir söz də budur ki, əgər xəbərin sənədi zəif olarsa, aya xəbərin sənədi zəif olanda mümkündür o xəbərin sənədini səhih eləmək üçün bir sıra yollardan istifadə edək, o cümlədə nəzəriyyət-ü təəviz. İnşallah bu barədə qısa izah verim. Nəzəriyyət-ü təəviz bir nəzəriyyədir ki, qədim alimlər bu barədə bəzən dildə tərkibül əsanid istilahından istifadə edirlər, ya tərfiqül icazat bil əsanid deyirdilər. Mütəəxxir alimlərin dilində buna təvizül əsanid deyirlər. Təvizül əsanid budur ki, bir xəbərin sənədi zəifdir. Bir sıra qayda qanunlar əsasında o sənədi dəyişirik ki, o səhih olsun. Əlbəttə, bu xüsusi şərtlər əsasında ki, ilk dəfə bu bəhsi Şəhid Sədr müfəssəl surədə bəhs edib, sonra o mütəəxxirin də ona işarə edirlər, müasir alimlər. Bəs buna əsasən, bu da bir dənə bəhsdir ki, inşallah rical elmində oxuyacaq. Əgər bir xəbərin sənədi zəif olarsa, o zəifliyi düzəltmək üçün nəzəriyyət-ü təəvizdən istifadə eləmək olar. Nəzəriyyət-ü təəviz, yəni təvizül əsanid. Sənədi elə formada biz dəyişiklik edirik ki, o xəbər ki, nəzərimizdə ibtidai baxışda zəif idi, onu olsun, səhih olsun. Bu və bu kimi suallar inşallah mətrəhdir ki, gərək bu elm-ricalda ondan bəhs edək. Tətbiqi əməli də Ağay İrəvani burada gətirirlər. Deyir ki, hər bir məsələdə tələbə gərək özü biraz diqqət eləsin, təmrin eləsin. Bu elmi təqlidi deyil, özü gərək təmrin edərək ictihadi formadan eləsin, bunları qəbul eləsin, özü fikirləşsin, nəticə alsın. Sonra deyir, bu məsələləri başa düşmək üçün bizim tətbiqi əməliyə də ehtiyacımız var. Bu baxımdan bir dənə tətbiq üstündə bir hədis gətirir ki, Vəsail-i Şiədən 16-cı babıda bir hədis sənədin gətirir. Muhammed ibn Yaqub, ən Muhammed ibn Yəhya. Biz necə tətbiq edək? Burada Muhammed ibn Yaqub hədisin sənədində gəlib. Vəsaildə nəql edib amili, Hürr amili bunu nəql edib Vəsail-i Şiə kitabında. İndi biz hardan belə bu səhihdir yoxsa yox? Bir araşdırır. Muhammed ibn Yaqub kimdir? Muhammed ibn Yaqub həm Kuleynidir. Ay siqədir yoxsa yoxdur? Bu siq olmaqda şəkkimiz yoxdur. Bir sənədi araşdırır. Araşdırandan sonra nəticə alır ki, bəs bunu əsasən, bu araşdırmaya əsasən bu hədis səhihüs sənəddir. Nəyə görə? Çünki Muhammed ibn Yaqub Nəcaşi şəhadət verib onun siq olmağına ilə axir. Axırda da bir dənə
təvəhhümün xati ünvanında bir bəhs açır. O da bu ki, bəziləri təsəvvür edir ki, rical elmi oxumadan elə biz eləyə bilərik. Fəqət Nəcaşi ilə şeyxin sözünə baxaq. Hər bir hədisin sənədində olan raviləri nəzərdə alaq, müraciət edək şeyxin kitabına və yaxud Nəcasinin kitabına. Əgər dedi siqədir, bəs o hədis səhih olur. Demədi, biri barəsində demədi, bəs o zəif olur. Deyir, xeyr, fəqət bunlar deyil. Bunun kənarında bir sıra bəhslər vardı elmi ricalda, onlar da gərək olsun, bəhs olunsun. Mətni oxuyaq, Əl-Mədxəl. İza vacihəl fəqihu rivayətən və əradə istinbadı hükmün müəyyənin minha. Əgər bir fəqih bir rivayətlə üzləşə və istəyə ki, həmin hədisdən rivayətdə müəyyən bir hökmü istinbat etsin, fəəleyhil qiyam bil mühimmat-ı taliyə. Gərək bu neçə mərhələni keçsin. 1. İsbatu dəlalət rivayə aləl hökmül müəyyən. Əvvəl isbat eləsin ki, bu rivayət bu müəyyən hökmə dəlalət edir. Hardan? Və təriq lizalikə vəl istisar. Bu rivayətin müəyyən hökmə dəlalət etməyini isbat etmək üçün yol istizhardır. İstizhar nədir? Yəni müctehid bu rivayətdən bu mənanı ələ gətirir. Deyir ki, bu rivayət bu mənaya dəlalət edir. Hansı zabit əsasında? Artıq burada gərək ravinin kim olmağından əlavə imam bunu təqiyyədə deyib yoxsa yox, ondan sonra rivayətin kəlmələrinə diqqət eləsin, cümlə quruluşuna diqqət eləsin. Bəzi məsələlərə bu artıq səliqə idi. Müəyyən bir zabitəsi yoxdur. Elə bu baxımdan bir rivayətdə görürsən ki, bir müctehid haramlığı ələ gətirir, bir məkruhluğu, artıq o istizhara. Fəmmətə məstəzhərə minhə dəlalət ələ zalikəl hökm təmməl mətlub. Bu cəhətdə minən nahiyyətil məzkurə. Bu vaxtdır ki, müctehid rivayətdən ələ gətirdi ki, bu rivayət dəlalət edir bu hökmə, artıq bu cəhətdən mətləb tamam oldu. Və əməliyyətül istizhar əməliyyətün vicdaniyə. İşarə edir ki, müəyyən bir zabitəsi yoxdur, o da. İstizhar əməliyyəti bir dənə vicdani bir əməliyyətdir. Ola bilər bir hədisdən bir müctehid bir mənanı istizhar eləsin, əlbəttə zabitə yoxdur bu mənada ki, yəni pişfərzlər lazımdır. Bəzi lüğəti bilmək lazımdır, şə'n-i nüzulu hədisi bilmək lazımdır, təqiyyədə imam bunu buyurub yoxsa bunları bilmək lazım. Bunların hamısının şəraitin dərk etdikdən sonra artıq bu əməliyyat istizhar əməliyyat vicdanidir. La yumkinu ən təqə fil qalib təhtə zabitətin müəyyən. Və yətəsəddəl fəqih adətən lidəvəl istizhar və isbat fil fiqh. Müstəhid artıq rivayətdən nə vaxt istizharı iddia edir və deyir ki, bu rivayətin bu mənada zuhuru vardır və bu mənaya dəlalət edir, fiqh elmində. Nə vaxt ində mümarəsətihi istinbatel hökm. Vaxtı istəyir bir hökmü istinbat eləsin, fətva versin, orada deyir ki, bu rivayət, bu hədis bu mənaya dəlalət edir. Bu birinci mərhələ ki, gərək rivayətin müəyyən bir hökmə dəlalət etməsin, nə eləsin, isbat eləsin. İkinci mərhələ isbat hüccət dəlalət. Bəli, dedi ki, bu rivayət bu mənaya dəlalət edir. Bu dəlalət hüccətdir, zuhur hüccətdir. Ma yustəlahu əleyhi bi hüccəti zuhur. Bu bəhsçi ayə zuhur hüccətdir yoxsa yox. Və hazə ma yetəsəddə ləhul üsuli fi məbhəsil hüccət min elmil üsul. Fəqih üsuli bu bəhsə öhdəsinə alır harda? Elm üsulda, hüccətlər bəhsindəki hansı dəlillərin hüccəti vardır. Üçüncü mərhələdə isbat-ı hüccəti xəbəri siqə, siqənin xəbərinin hüccət olmağını da isbat eləsin. Məsələn, fərz elə ki, deyir ki, bu rivayət dəlalət edir buna, bu məniyə dəlalət edir, zuhuru vardır bu mənada, zuhur da hüccətdir. Lakin bu rivayəti bizə kim nəql eləyib? Fərz elə ki, siqədə, siqənin xəbərinin hüccəti var yoxsa yox? Bu da gərək isbat olunsun ki, usul elmdə bundan da bəhs edirlər. Və illa əgər siqənin xəbərin hüccəti sabit olmasa, fəla yumkinul bəna ələ sudurul xəbər bədə fərzə ədəmil elmi bi sudurihi. Biz eləyə bilmərik ki, bənanı qoyaq ki, imamdan bu xəbər sadir olub. Bir halda ki, bizim elmimiz yoxdur. Biz ki, imamdan eşitməmişik. İmamdan özümüz eşitsəydik ki, bu bəhsə ehtiyac olmazdı. Bizə ravilər nəql eləyib. Və hətta fərz elə ki, ravi siqədir, siqəbinin xəbərin hüccət olmağı da gərək isbat olunsun. Və hazə amma yetəzəddə ləhul üsuli fīmə bəhs hüccətil xəbər. Fəqih üsuli də bu bəhsə varid olur xəbərin hüccəti bəhsində, üsul elmində. Dördüncü mərhələ, önəmli mərhələ, rical elminə ehtiyacın olmağına istəyir, müqəddimə eləsin. Dördüncü, isbatül xəbər, isbatü ənəl xəbərə xəbərü siqətin. Dördüncü mərhələdə gərək isbat olunsun, bu xəbər ki gəlib, siqənin xəbəridir. Artıq söhbət burada siqənin xəbərin hüccətindən getmir. Burada artıq biz, bəli, isbat olundu üçüncü mərhələdə ki, siqənin xəbərin hüccətdir. Dördüncü məsələ, bu rivayət ki var, bu rivayəti bizə siqə nəql edib, yoxsa qeyri-siqə nəql edib. Bəli, siqə əgər nəql etməyi sabit olsa, hüccəti xəbər siqə buna şamil olacaq.
İsbatu ennel xəbərə xəbəru siqətin li yumkinəl hökm ta ki mümkün olsun ki hökm edə bi hücciyətihi tibqan li qaidə hücciyyət xəbər siqət və isbatu zalikə yəhtac ilə dərasədə ricalis sənəd. Bu mətləbi isbat eləmək üçün ki xəbər siqədir, bu hədis siqənin nəql etdiyi hədisdir, ehtiyacı var sənədin ravilər, burada rical həmin ravilərdir. Sənədin ravilərinin kim olmağını bilməyə, liyurəfə, ta ki bilin ki, ənəzə haza və zaqə siqatun əvla. Sənədin, yəni hədisin sənədin zimnində gələn raviləri biz bir-bir bərrəsi eləyək ki, bilək ki, bu siqədir yoxsa siqə deyil. Və fil həqiqə labuddə minəl bəhs əvvəl ənəl höccədə həl huvə xüsus xəbər siqə. Həqiqətdə lazım olan budur ki, biz əvvəl bəhs edək ki, höccət olan ravilərin arasında, xəbərlərin arasında siqənin nəql etdiyi xəbərdir yalnız. Əvvəl əəmmü min zalik, ya siqənin xəbərindən əlavə digər xəbərlərdə nədir? Hüccətdir. Nə kimi? Vəl xəbərül həsən, əviz zəif, xəbər-i ki həsəndir. Xəbər həsəndir də inşallah oxuyacaq. Və xəbər-i ki zəifdir, amma zəif xəbər cübran olub bi əməlil məşhur əv qeyri zalik. Və iza kanəl hoccə huvə xüsusə xəbəri siqə, əgər biz qəbul etsək ki, hüccət olan siqənin xəbəridir yalnız, fəma huvət tərqli isbatı və saqətər ravi. Və sual budur ki, ravinin siqə olmağını isbat eləmənin yolu nədir? Fəhəl ettərq, yəni həzur bi şəhadət-i Şeyx-i Tusi və Nəcaşi. Aya, ravinin siqə olmağını isbat etmək yolu yalnız budur ki, Şeyx Tusi şəhadət versin. Yəni Şeyx Tusi öz kitabında deyir ki, falan raviş siqədir ya Nəcaşi. Əv hunaka turuqun uxra, ya başqa yollarda var. Nə kimi? Kəvurudur ravi fi əsnadı kamil ziyarə. Bir ravi kamil ziyarətin sənədində gəlib. Əv təfsirül qumi, əv rivayətil əcillə ənhuya, əcillə, yəni icma və olan ravilər ki, siqədir, onlar əcillə, yəni şəxsiyyətində şək şübhə olmayan ravilər nəql edir nədən? Ənhu, kimdən? Bir ravidən. Əv vuqui fi sənədi rivayətin, ya bir ravi vaqi olub rivayətin sənədindəki yəstəşdəmul ələ bəzi bəni nəzzal əv qeyri digər yollarda vardır. Və izə kanə sənədül xəbər zəifən, əgər xəbərin sənədi zəif olarsa, fəhəl yumkinul istianə bi nəzəriyyəti təviz li təsihi, o zəif xəbərin sənədini düzəltmək məqsədi ilə biz təviz nəzəriyyəsinə istinad edə bilərik ki, ondan kömək ala bilərik, yoxsa yox. Buyur ki, innə hazil əsələ və maşaqə ləhə, bu suallar və bu kimi suallar nuhavil fi hazil kitab əl-icabətə ələ bəzi. Biz eləyəcək ki, ən azından bəzilərini cavablandıraq. Niyə? Liyətəsənnə lit-talib izə ma vəsələ ilə mərhələdə istinbad və havilət duxul fi zalikəl meydan ictiyazul əraqil min hazihin nahiyyə. Bu liyətəsənnənin mənası yəni hazır olmaq. Ta ki, tələbə üçün hazır olsun, vaxtı ki, istinbat mərhələsinə yetişdi və istədi bu meydana daxil olsun, hazır olsun nə? Çətinliklərdən ubur eləmək, bu nahiyyə, əraqil siab mənasındadır, yəni çətinliklər, ictiyazda ubur mənasında. Amma biz səhi eləcək bu sualları cavablandıraq, amma sırf oxuyub təqlidi qəbul etmək düzgün deyil. Və ələt talib indi dirasəti hazil mətalib, əlləti sofə nəqumu bi-isti'razi bəziha. Buyurur ki, tələbənin artıq öz öhdəsinədir ki, biz bu mətləbləri deyəndə ən yüfəkkir, təfəkkür edə və yectəhidə bi nəfsi, özlüyündə bir növ çalışa və yətəəmməl fi sihhətiyə və suqmiyə, səhih səqimliyində təəmmül eləyir və la yətəəmməd əla dəvana, əv dəva qeyrina. Bizim iddialarımıza və bizdən başqalarının iddialarına nə eləməsin? Kifayətlənməsin. Bekoniyə səhihətən. Çünki mən nəql eləmişəm səhihdir, mən deyirəm səhihdir. Bunu qəbul eləməsin. Bizim iddiamızı dəlilsiz qəbul eləməsin. Fə innə hazəl məcalə leysə məcalət təqlid. Bu məcalı təqlid deyil, bəli məcalul ictihad. Fə meydanu təqlid huvəl fiqh və əhkamul fiqhiyyə dunəl mətalibir ricaliyyə. Ət-tətbiqul əməli. Fəqət şəərnadır. Artıq biz bunu bildik, şuurumuz vardır ki, ənəl qiyamə bi-isti'razil mətalibir ricaliyyə dunə tət'imha bit-tətbiqatil əməliyyə qaziyyətun qeyr-nacihə. Artıq bunu biz bilirik ki, siz də bilirsiniz ki, mətalib-i ricaliyyə əgər tətbiq olunmasa o qədər müvəffəq deyil. Niyə? İzyə-bəqət talib yəişül mətalibə nəzəriyyətəl bəhtə. Çünki tələbə burada sırf nəzəri mətləblərlə yaşayır. Əl-əmrul-ləzi yucib ləhu sə'n vəl-mələl. Səbəb olur yorulmağına. Yəni sırf nəzəriyyəni öyrən, tətbiq olunmasa bu yorucudur. Və həmin min zalik yəbqa la yərif keyfə yəstəğrucul əhadisə min vəsail-i şiə və keyfə yətəərrəb ələ sihhətis sənəd.
Ondan da mühüm budur ki, tələbə artıq burada bilmir ki, Vəsail-i Şiədən hədisləri necə ələ gətirsin və necə bilsin ki, bu sənəd səhihdir yoxsa yox. Bu baxımdan tətbiqdə biz eləyəcəyik. Və min huna sawfa naqumu beynə avinətin və uxra, müəyyən fürsətlərdə biz nəql eləyəcəyik bəzi əhadis, binəqli bəzi əhadis, naqumu beynə avinətin və uxra, bu istilahdır. Yəni bəzi məvaqi nəql edici bəzi hədislər min Vəsail-i Şiə və təsəddi bişiklin fe'liyin lilərasəti sənədiha. Bir dənə birinci tətbiq. Və la səbilil misal nətrəhul misalət tali linuəqqidə littarib zərurətə təərruf ələ ma sənəqumu bisti'razi minəl mətalibir ricaliyə. Misal ünvanında biz bu aşağıda gələn misalı tərh eləyik, ta ki təkid eləyək tələbə üçün ki, o cürə ki biz mətalibi deyirik, bunu bilmək, bunu tanımaq zəruridir. Ricali mətləblərdən və keyfiyyətil istifadəti minha fi məqamət tətbiq. Qalə Şeyxur Amili fi Vəsail-i Şiə bab tis'ə min əbvabil müqəddimətil ibabat hədis əvvəl ma nəssuh. Muhammed ibn Yaqub, ən Muhammed ibn Yahya, ən Əhməd ibn Muhammed ibn İsa, ən Ali ibn Nu'man, ən Usamə, ən Əbi Əbdillah, ənəhu qalə fi hədisin. Bu rivayəti Hürr Amili nəql edir. Və hədisin də mətni budur. Kunu duatan ilə ənfusikum bi qeyri əlsinətikum və kunu zeynə və la takunu şəyn. Bu bir rivayət. Buyurur ki, ənəl hədis əl-məzkur qəd nəqələl Hürrül Amili. Bunu Hürr Amili nəql edib. Amma kimdən nəql edib? Minəl kafi. Kafidən li Şeyxil Kulleyni. Nəyə əsasən deyirsən Şeyx Kulleynidən nəql edib? Bi qərinəti qoli fi bidayəti sənəd. Çünki sənədin əvvəlində deyir ki, Muhammed ibn Yaqub. Muhammed ibn Yaqub əlləzi huvə Kulleyni. Və littəərrif ələ hazə sənəd, ələ halis sənəd, əl-məzkur nəqumu bidərasəti bi hazə şəkil. İndi hardan bilə bu hədis ki, nəql edib Hürr Amili Vəsail-i Şiədə, bu hədis səhihdir. Bir-bir raviləri nəql edək. Halların bərrəsi ilə. Əmmə Muhammed ibn Yaqub fəhvə qəniyyünə tərif. Muhammed ibn Yaqub və la nəşükü fi vəsaqəti fəhvə əhədu əla minəlləzinə yətəzül məzhəbül cəfəri və yəftəxiru bihim. Muhammed ibn Yaqub həmin Kulleynidir də. Kulleyni elə bir şəxsiyyəti ki, ehtiyac yoxdur, onu biz tərif edək. Onun vəsaqətində bizim şəkkimiz yoxdur. O, Şiənin ələmlərindəndir ki, Cəfəri məzhəbi ona iftixar edir. Yəqulun Nəcaşi fi həqqihi, amma buna baxmayaraq, Nəcaşi onun haqqında deyir. Şeyxu əshabina fi vəqtihi bir rey. Reydə öz zamanında bizim əshabımızın şeyxi idi. Və vəchum, vəch burada o ibarələrdəndir ki, siq olmaq çatdır. Yəni, Şiənin aburu idi. Və kanə əvsəqənnas fil hədis. Hədisdə ən düz danışan idi və əsbətəhum hədisdə çox, yəni zehni güclü idi. Bəzən əzbət deyirlər zehnin güclü olmaq. Əsbət, yəni bu hədis elmində insanların ən, necə deyərlər, savadlısı idi. Burada Nəcaşi açıq aydın şəkildə Muhammed ibn Yaqubun eləyir, tavsiq eləyir. Və tavsiqun Nəcaşi vəhdə əvi şeyx tavsiq yəkfi bila hazin ilə istimaq elə tavsiqin. Əgər Nəcaşi təkliyi onu tavsiq eləsə kifayət eləyərdi. Ya şeyx tavsiq yalnız tavsiq eləsə kifayət eləyərdi. Ehtiyac yoxdur hər ikisinin tavsiqini ələ gətirək. Bu Nəcaşi ya şeyx tavsiq onlardan biri tavsiq elədi kifayətdir. Və amma Muhammed ibn Yahya fəhvə Şeyxul Kulleyni. Muhammed ibn Yahya ki, Şeyx Kulleyni ondan nəql edir də, hədis elmində onun şeyxidir, ustadıdır. Vəlləzi yəksur rivayətə ənu fil kafi. Şeyx Kulleyni çox ondan kafi kitabında rivayət nəql edir və o minəs siqatil izam. O da əzəmətli siqələrdəndir. Yəqulu Nəcaşi ənhu, Nəcaşi öz kitabında onun barəsində deyir ki, Şeyxu əshabina fi zamani siqatun aynun kəsirul hədis. Həm siqati, eyndə o kəlmədə siqəliyi çatdırır. Kəsirul hədis, çoxlu rivayətlər var. Görürsünüz ki, Nəcaşi onun elədi, tavsiq elədi. Və tavsiqun Nəcaşi vəhdəhu əv şeyx tusi yəkfi kəma təqəddəm. Şeyx Tusinin və ya da Nəcaşinin təşliyidə tavsiq eləmək kifayət eləyir. Necə ki keçdi, bila hadisənin ilə istimaq elə tavsiqini. Hər ikisinin tavsiqini ələ gətirmək kifayətdir. Onlardan biri kifayətdir. Və Əhməd ibn Muhammed ibn İsa fəhvəl əş'əriyil qumi əl-mərub bi sumumul mənsilə. Muhammed ibn Yahya da kimdən nəql edir? Əhməd ibn Muhammeddən. Əhməd ibn Muhammed ibn İsa əş'əri qovumudur ki, mərufdur. Onun mənziləti o qədər mərufdur ki, onun da tərifə ehtiyac yoxdur. Amma buna baxmayaraq, yenə Nəcaşi onun barəsində deyir ki, Əbu Cəfər, yəni Əhməd ibn Muhammed ibn İsa, Şeyxil Qovmiyyin, qumda yaşayanların ustadıdır. Və vəchum, onların ən abruməndidir. Və fəqihum, qeyru-müdav, elə bir fəqihdir ki, yəni o qabil inkar deyil.
Və Qanisin Ər-Rəisul ləzi yəlqəs sultan və ləqər Rıza əleyhissalam və onun barəsində deyir ki, İmam Rıza əleyhissalamdan görüşmüşdü. Bu da üçüncü şəxs. Muhammed ibn Yaqubu dedik, Muhammed ibn Yahyanı dedik, Əhməd ibn Muhammed ibn İsa dedik. Bunlar üçü də nədir? Siqədir. Amma Əli ibn Nu'man, Əhməd ibn Muhammed ibn İsa nəql edir Əli ibn Nu'manı. Fəhuva əla ma qalə Nəcaşi kana Əliyyun siqətun vəchən səbətən sahihən və vazihət təriqə. Bu da məlumdur. Siqədir, vəchdir, sabitdir, səhihdir. Yolu məzhəbi də məlumdur. Amma bura qədər müşkil yoxdur. Hamısı səhih, Nəcaşi tövsiq edib. Və əmmə Əbu Usamə fəhvə Zeydun Şəham. O rivayətə baxsız, Əhməd ibn Muhammed ibn İsa nəql edir Əli ibn Nu'mandan, Əli ibn Nu'man da nəql edir Əbu Usamədən. Ağa buyurur ki, fəhvə Zeydun Şəham. Həmin Əbu Usamə Zeydi Şəhhamın nəyidir? Kunyəsidir. Və qəd ərəfnə zalikə. Biz bunu bildik hardan? Min xilali mümarəsətin ricaliyə. Yəni, ricali bəhslərimizdə bu məqama yetişdi ki, Əbu Usamə həmin Zeydun Şəhhamdır. Və yumkinu limən leysəd ləhum mümarəsünün qafiyə müraciəti mü'zəm ricalil hədis fil müzəllədil xas bistirazil kuna lil ittila ilə zalikə fil cüz'il 21 səfhə səlasə əşər. Zəkərə ənə Əba Usamə, yəni Ağay Xuyi bu Mü'cəmil Ricalil hədis kitabında zikr edir ki, Əba Usamə huvə nəfs Əbu Usamədir. Həmin Əba Usamə, həmin Əbu Usamə Şəhhamdır və nəfs Zeydun Şəhham. Bu da rical bəhslərində isbat olunub. Ağay Xuyi də bunu deyib. Və iza rəcənə ilə tərcüməti Zeydun Şəhham, bəs Əbu Usamə həmin Zeydun Şəhhamdır. Zeydun Şəhham kimdir? Buyur ki, ləm nəcidin Nəcaşi yuvəssiquhu. Bəli, Nəcaşi onu tövsiq eləməyib. Və innəmə bəstəqəhu Şeyx-ü Tusi. Şeyx-ü Tusi onu eləyib, tövsiq edib. Beqolə Zeydun Şəhham yukənnə Əba Usamə siqətun. Və huvə qavil. Şeyx Nəcaşi tövsiq etməsə də, Şeyx-ü Tusi tövsiq etsə bu üçün kifayətdir. Bu bir təmrindir və buyurur ki, və min xilalı haza yəttəzi. Bu deyilənlərdən məlum olur ki, ənlər rivayəti səhihətü sənəd. Bu bir təmrin idi. Vəsaqəl cəmi ricali sənədiha. Təvəhhumun xatib, bunu da oxuyaq. Qad yetəvəhhamul bəz min xilalə tətbiqi sabiq. Ola bilər bu tətbiqdən. Bəzilər güman edir ki, ənəl ittila ilə sihhədə əsnadır rivayət və suqmuhə qəziyyətun səhlə la təhtaz ilə dirası. Ola bilər bəzilər cünnətin nə rahat imiş. Elə hədisin sənədində gələn rical alimlərini, raviləri biz bərrəsi eləyirik, müraciət edirik Nəcaşinin, Şeyx Tusinin kitabına. Görürük ki, hansı səhihdir, hansı səhihdir, ondan ələ getiririk. Biz burada dərs oxumağa ehtiyac yoxdur ki, rical elmini oxuyaq. Və yumkun ən yuqal fi cümlətin vahidə. Ola bilər bir nəfər deyəcək, ənə rivayət təkun səhihətə sənədə mətə məkanə cəmiyə ricalü sənəd qəd şəhidə Şeyx Tusi əvin Nəcaşi bir vəsaqını və illə fəhiyyə zəifə. Bir cümlədə ola bilər bir nəfər belə deyəcək, rivayət o zaman səhih sənəd olur ki, Şeyx Tusi ya Nəcaşi onları tövsiq eləsin. Və əgər tövsiq eləməsə o zəifdir. Bu ki, və hazət təvəhhüm xati, bu təvəhhüm xatidir, xətadır. Lənnə əvvələn təriqəsi vəsaqəla yənhəsu bi şəhadəti Şeyx əvin Nəcaşi. Əvvələn təriqi vəsaqət münhəsir deyil Şeyxlə Nəcaşin şəhadət verməli. Bu əvvələn. Bəli, hunaqa turqun uxra kəsirə. Yənbəğül bəhs ən məda sihhətə. Burada başqa yollarda deyiliblər ki, onların düz olmağı barəsində biz bəhs edək. Kəma və ənnə hunaqa əbhasən uxra digər bəhslər də var. La yumkunu lit talib əl-istiğna ənha. Tələbə eləyə bilməz bu bəhslərdən ehtiyatsız olsun. Və nəzrətun vahidə əla mənhəzil əbhazillətis sənəqumu bihə inşallah Teala və fihristi məlumatül kitab tudəllu əla ma nəqul. Bir baxış keçirsək bizim o gələcəkdə etdiyimiz bəhslərə və kitabın o məlumatının fihristinə bir baxış keçirsək, bunlar özü dəlalət edir biz dediyimizə ki, sırf elə Tövsiq Nəcaşi və Şeyx Tusi kifayət eləmir. Digər bəhslər də vardır ki, özü hamısı da önəmlidir. İnşallah gələn bəhslərdə əsli bəhsə daxil olacaq. Və sallallahu alə seyyidina Muhammed və alihi tahiri.